16 oktyabr 2025-ci il arı ailəsində varroa gənəsinin olub-olmadığını yoxlamaq üçün. Bunun üçün marketdən almış şəkər pudrası, Davud arıçılıqdan alınmış xüsusi qab. Bura əvvəlcə pudradan əlavə edirik və içinə arı çırpırıq. Sonra hardasa bir yarım dəqiqədən artıq salxalayırıq. Və qab 2 hissədən ibarətdir. Böyük tərəfləri, yan tərəfləri daha iri gözdür, aşağı tərəfi daha xırda gözdür. Deşiklər olan qabdır. Arını qoyuruq bölmənin üstünə və bu şəkər pudrasını içində gənənin olub-olmadığını diqqətlə baxırıq. Bir dənəsi var burada. Özü tərpənir, hərəkət eləyir. Bir dənəsi də var. Biri budur. Təpənin biri budur. Bu da tərpənir, hərəkət eləyir. Və biri də buradadır, 3 dənə. Dəfələrlə ana həbs olunub, 2 dəfə. Nə qədər də dava dərman olunub. Mən düşünürəm ki, təsərrüfata baskın eləyən, bax, biri də burada tərpənir. Başqa şəxslərə, arıçılara məxsus arılardan, ya it arılarından, ya da ki, çöldən gələn gəlir. Diqqətinizə görə sağ olun. Gənə yükünü bu mövsümdə, indiki dövrdə gənə yükünü, yem ehtiyatını, bir də arıların sıx olmasını, pətəyin daxilinin təmiz olmasına diqqət yetirilməlidir. Diqqətinizə görə sağ olun.